vaxtınız xeyir, əziz və dəyərli tamaşaçılar. Hər birinizi Sağlam Səhət verilişində yenidən xoş gördük. Bugün daha bir maraqlı mövzu ilə sizin qarşınızdayıq. Vərəmsiz Gələcəyə Doğru İctimai Birliyi bu təşkilatın fəaliyyəti və keçirdiyi təlimlər haqqında danışacağıq. Efirdə Sağlam Səhətin saatıdır və qonağımız Vərəmsiz Gələcəyə Doğru İctimai Birliyinin rəhbəri Çingiz Ramazanlı və təşkilatın təlimçisi Yusif Məmmədovdur. Xoş gəlibsiniz hər ikinizdə. Mən istərdim söhbətə Çingiz müəllimlə başlayaq. Öncə təşkilatınızın fəaliyyəti haqqında bizə məlumat verərdiniz Çingiz müəllim. Hansı zərurətdən yarandı belə bir ictimai birliyi təsis etmək? Çox sağ olun dəvətinizə görə. Eyni zamanda qeyd edeyim ki, təşkilatımız 2017-ci ildə təsis olunubdur və yaranıbdır və yaranma səbəbi ölkədə vərəmlə bağlı və digər infeksion xəstəliklərlə bağlı dövlət strukturlarına vətəndaş cəmiyyətinin yardımından ibarət olubdur. Yəni, qeyri-hökumət təsisatı kimi biz 2017-ci ildən öz fəaliyyətlərimizi bu istiqamətdə qururuq. Nizamnaməmizin tələblərinə görə fəaliyyətimiz bütün Respublikanı əhatə edir və əsas fəaliyyətlərimizdən biri maarifləndirmə işidir, vərəm sahəsində maarifləndirmə işi. Biz bu sahə üzrə müxtəlif təlimlər, müxtəlif tədbirlər keçirik, seminarlar təşkil edirik. Əsasən auditoriya bizdə olur gənclər, çünki gənclər arasında bu infeksion xəstəliklərin maarifləndirməsi işi çox aktualdır bütün dünyada. Eyni zamanda ailə uşaq mərkəzlərində biz işləmişik və regionlarda da, şəhərdə də. Daha sonra biz orta məktəblərdə yuxarı sinif şagirdlər arasında, pedaqoji kollektiv arasında maarifləndirmə işləri aparırıq. Yəni bu bizim fəaliyyətin bir hissəsidir. Əlavə bir hissəmiz vərəmdən əziyyət çəkmiş insanların hüquqları haqqında bəyannaməni müntəzəm olaraq, biz period müntəzəm olaraq bütün auditoriyaya çatdırırıq. Auditoriyamız əsasən təbib tabeli olan vərəmin müalicəsi aparılan tibb müəssisələrində olur və eyni zamanda həm orada orta kiçik tibb personalında, həkimlər arasında və eyni zamanda da ambulator və ya stasionar müalicə alan pasientlər arasında. Bu həqiqətən bütün dünyada çox aktual bir problemdir, çox aktual bir mövzudur. Çünki bu mövzu adətən biz mövqeyimizi belə göstəririk ki, biz vətəndaş cəmiyyət təşkilatı kimi, vətəndaş cəmiyyət təsisatı kimi biz köklənirik birbaşa auditoriyanın öz dilində danışmağa. Yəni, quru hüquq terminləri ilə yox, qəliz tibb terminləri ilə yox, sadəcə vətəndaşların öz dilində və interaktiv, ən başlıcası interaktiv aparırıq ki, yerindəcə suallar cavablandırılır. Çünki biz payladığımız bukletlərdə, verdiyimiz məlumatlarda öz sosial şəbəkə ünvanlarımızı göstəririk. Eyni zamanda saytımıza yönləndiriş göstəririk ki, bunlar hamısı gələcəkdə bizə daha dayanıqlı, davamlılığı təşkil eləsin. Və mən istərdim ki, söhbətimizə indi isə Yusif bəylə davam edək. Necə oldu ki, yolunuz bu təşkilatdan düşdü? Ümumiyyətlə, təşkilatdakı fəaliyyətiniz təlimçi olmaqdır. İlk təlimçi fəaliyyətinizdirmi, yoxsa daha öncə də təlimçi kimi iştirak etmişdiniz müəyyən seminarlarda? Yəni, əslində qalsa xeyr, təlimçi qismində ilk dəfədir bu təşkilatda iştirak elədim. Yolumuz belə desək, yəni Çingiz müəllimlə də çoxdan tanışıq, ona görə elə öz təklifi ilə başladı. Bu təklifdən başlayaraq demək təlimlərə qoşulduq. Təsvirlərdə də olduğu kimi bəzi tədbirlərdə maarifləndirici, belə desək, maarifləndirmə məqsədi ilə bu təlimlərdə iştirak elədik. Yəni, hal-hazırda belə desək, bu istiqamətdə öz haqlarını, öz hüquqlarını bilməyən pasientlərimiz, yəni bu xəstəlikdən əziyyət çəkən pasientlərlə söhbətlər keçirildi. Yəni, ümumi, belə desək, produktiv olaraq, yəni, bacardığımız qədər maariflənmə yönündə irəlilədik. Bəs təlimlərin əsas mövzuları adətən nə olur? Siz özünüzmü seçirsiniz, yoxsa pasientlərlə, misal üçün, biraz öncə Çingiz müəllim də dedi ki, bizim sosial media hesablarımıza təqdim edirik, hər halda oraya yazan xəstələr də olur. Yəni, onların maraqlarına görəmi seçirsiniz mövzunu, yoxsa təşkilat olaraq müəyyən bir hədəfiniz var, ona uyğun mövzu təyin edirsiniz? Yəni, təşkilat olaraq belə deyək, bütün pasientlərin maraqlarına əsasən hərəkət edirik, amma bu tədbirlərdə daha çox müəyyən olunmuş bəzi maddələr var idi, hansı ki, bu pasientlərin hüquqları və onların cəmiyyətdəki azad yerini göstərirdi. Yəni, belə desək, indiki cəmiyyətdə
bu xəstəlikdən əziyyət çəkən insanlar da stigmadan əziyyət çəkirlər. Yəni bu stigmada nədir? Miflərə əsasən, yəni əsası olmayan belə desək, narahatçılıqlarla üzləşirlər. Yəni bu xəstəliyə məruz qalmış insanların belə desək, cəmiyyətdən təcrid olunma kimi bir hallarla rastlaşırıq, diskriminasiyaya rastlaşırıq. Amma ki, bu əslində heç bir, bayaq da qeyd etdiyim kimi, heç bir əsası olmadan olan bir xəstəlikdir. Yəni bizim də bir qeyri-hökumət təşkilatı olaraq bu stigmadan belə desək, əziyyət çəkən insanları bu fikirdən daşındırmaqdır daha çox. Yəni cəmiyyətə də, sağlam cəmiyyətə də bu xəstəlikdən əziyyət çəkmiş insanlara da bunu göstərməkdir ki, yəni bu xəstəliyə məruz qalmış insanların heç biri normal cəmiyyətdən, sağlam cəmiyyətdən təcrid olunmayıblar. Çox maraqlıdır Çingiz müəllim. Biri var ki, xəstələr onsuz da özləri xəstəlik haqqında müəyyən məlumatları olur, həkimlə həm söhbət olanda öyrənirlər və bilirlər ki, bu müalicə olunan bir xəstəlikdir, müalicə olunub tam sağlam insanlar kimi həyatlarına davam edə bilərlər. Bir də biraz öncə Yusif müəllimin dediyi kimi bir ictimai qınaq da olur, bəzən müəyyən ayrı seçkiliyə məruz qalırlar. Hətta kimsə gəncliyində bir dəfə vərəm xəstəliyi keçirib, üstünə 10 il keçsə də yenə qonşular ona deyir ki, misal üçün nə vaxtsa vərəm xəstəliyi keçiribdir. Yəni insanlar ondan uzaq qalmağa çalışırlar. Bəs bu sağlam insanlara da bir təlim keçməyə ehtiyac varmı? Yəni cəmiyyətə yönələn bir təlim ki, xəstə insanlara deyil. Əslində bu xəstələr tam sağala bilirlər, onlardan qorxmaq, çəkinmək lazım deyil, ehtiyat etmək lazım deyil. Sağalandan sonra bütün hər kəs kimi normal həyatlarına davam edə bilirlər. Yəni sağlam insanlara, topluma da belə bir maarifləndirmə yaxud belə bir təlim keçməyə ehtiyac varmı sizcə? Yaxud keçirsinizmi? Çox yerində verilmiş gözəl bir sualdır. Mən sizə belə açıqlama vereyim, tamaşaçılar da bizə qulaq asırlar. Deməli, vərəm təkcə tibbi problem deyil. O, həm də sosioloji problemdir. Yəni, vərəmin müalicəsində, vərəmlə mübarizəyə təkcə həkimlər, tibb heyəti yox, eyni zamanda bütün insanlar qatılmalıdır. Və buna görə də məhz buradan da çoxlu miflər vərəm haqqında stigma yaradan amillər formalaşıbdır. Və həmkarım dediyi kimi, stigma nədir? Biz stigmanı adlandırırıq əsası olmayan damğalanma. Yəni, hansısa bir ailədə qız uşağı vərəmlə xəstələnibsə, həmin ailə çalışır bunu gizlətməyə ki, bunun gələcəyi var, bunun ailə qurmağı var. Və ya əksinə, oğlan uşağı vərəmlə xəstələnibsə, yenə də gizlədirlər ki, buna gələcəkdə elçi getmək var. Yəni, el arasından yararlanan o keyslər də bunlar konkret olaraq. Və ona görə də bəli, birbaşa sizin dediyiniz kimi sağlam adamlarla da çox məhsuldarı olur və vacib olur bu maarifləndirmə işinin aparılması. Nəyə görə? Məsəl üçün, biz bayaq qeyd elədim ki, ailə qadın mərkəzlərində biz bunu regionlarda icra etmişik layihələrimizi, maarifləndirmə layihələrimizi. Eyni zamanda orta məktəblərdə, gənclər mərkəzlərində, yəni bunların heç bir xəstə deyillər bu yoldaşlar. Sadəcə olaraq onlar xəstəlik haqqında məlumatı bilməlidirlər. Çünki necə deyirlər ki, məlumatlıyam, güclüyəm. Belə bir yanaşma tərzi var. Yəni baxış bucağını bu cür quranda, həqiqətən insanlar doğrudan da hər təlimdən sonra biz fikir veririk ki, nə qədər məlumatla yüklənmiş, yaxşı mənada, məlumatla yüklənmiş zalı tərk edirlər, əlavə suallar yaranır. Elə vaxt olur, biz nəzərdə saxlamışıq maarifləndirmə tədbirinin 1 saat, hansı ki 1 saatdan sonra foyədə əlavə 1 saatda suallara cavab verir. Bu bizə çox yaxşıdır. Yəni ki, biz əhalinin, cəmaatın baxış bucağını, yanaşma tərzini götürürük ki, biz gələcək təlimləri bunun əsasında qururuq. Və eyni zamanda da stigma ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının apardığı araşdırmalar göstərir ki, Azərbaycan vərəm yükü böyük olan 30 ölkələr arasında cəmləşibdir dəqiqə. Və eyni zamanda da stigma 99%-dir Azərbaycanda. Yəni bu araşdırmaların nəticəsidir, bu quru ifadələr deyil və uzun illərdir ki, bu rəqəmlərdən çıxmaq olmur, çıxa bilmirik. Ona görə də vərəmin sosioloji problem olduğunu vurğulayaraq biz adətən onu cəmiyyət arasında sağlam həyat tərzinə çağırış kimi götürürük. Çingiz müəllim, bəs həkimlərdən dəstək görürsünüzmü yetərincə? Bəli, bizim çox yaxşı həkimlərimiz var. Mən bunu sadə söz xatirinə demirəm. İndi ekrandan bizə də baxırlar həkimlərimiz. Çox gözəl yanaşma tərzi bizə çox böyük dəstək göstərirlər. Təbib rəhbərliyindən tutmuş, eyni zamanda təbib tabeçiliyində olan və ya Səhiyyə Nazirliyi tərəfdən, Elmi Tədqiqat Ağciyər Xəstələri İnstitutu tərəfindən, yəni bunların hamısı həmkarlarımızdır, biz bir yerdə işləyirik. Yəni dövlət və qeyri-dövlət sektoru həmişə bir yerdə, hansı ki bizim nizamnaməmiz də bunu tələb edir ki, deməli yarandığımız üçün nizamnamə göstərir ki, öz fəaliyyətini
qeyri-hökumət təşkilatı Vərəmsiz Gələcəyə Doğru qurur. Birbaşa olaraq dövlət, tibb strukturlarına vətəndaş cəmiyyətinin köməyi kimi. Və eyni zamanda bu kömək, bəli, bariz nümunədə görsənir bu dəqiqə. Nə ilə görsənir? Bu yaxınlarda biz 2 il öncə təbib publik hüquqlu şəxslə qarşılıqlı əməkdaşlıq memorandumu imzalamışıq. Yəni bu doğrudan da bir kağız üzərində qalan sənəd deyil. Bu real həyatda görsənir artıq. Konkret olaraq bizə hər tərəfli dəstəkdilər. Bu tribunadan da mən öz təşəkkürümü bildirirəm təbib rəhbərliyinə, bütün təbib tabeçiliyində olan tibb müəssisələrinin bütün kollektivinə. O qaldı ki, stigmadan bayaq danışanda bu böyük bir mövzudur. Mən buna bir dəfə də toxunmağa məcburam. Çünki biz ən böyük stigmalardan biri məhz pasiyentə xəstə kimi yanaşmaqdır. Yəni xəstə deməkdir. Sağalsa da hələ də xəstə kimi baxılır. Xəstə kimi. Ona görə biz böyük bir kampaniya başlamışdıq 2019-cu ildə 1 il müddətinə xəstədən pasiyentə doğru. Yəni adından biraz ajotaj yaradan bir şey görür. Necə yəni xəstədən pasiyentə? Yəni xəstə sözü artıq leksikondan götürülməli və pasiyent deyilməlidir. Və pasiyent daha yanaşır, nəinki xəstə. Yəni xəstə sözü stigma yaradan sözlər cərgəsində gedir. Misal üçün yadımdadır, ötən günlərin birində bölgələrin birindən bir xanımdan məktub almışdım. Səhv eləmirəmsə Biləsuvardan idi. Demək, oğlu 9-cu sinifdə oxuyanda vərəm xəstəliyinə yoluxur, vərəmə sağalır. Amma sağalmasına rağmen hələ də deyir, oğlumuz sinif yoldaşlarının, valideynləri müəllimdən tələb edirdi ki, o bizim sinifdə oxumasın. Yəni sağalıb, amma hələ də valideynlər qorxur, ehtiyat edir, yenidən sağalıb sinifə qayıtsa bizim uşaqlarımızda yoluxdurar deyə. Bu cür halları, bu cür hekayələri də eşidirsinizmi siz də, Yusif müəllim? Bəli, əslində qalsa, bayaq da Çingiz müəllimin qeyd elədiyi kimi əsas problemlərdən biridir, yəni sosioloji problemlərdən biridir. Və siz də dediyiniz tələbə olsun, sağalır, həmin auditoriyaya qayıtmalıdır, məktəbli, öz sinif yoldaşlarının sırasına qayıtmalıdır, amma valideynlər çox ehtiyat edirlər. Qayıdar, mənim övladım da yoluxdurar. Mən belə deyərdim ki, bunun əsası məlumatsızlıqdır. Yəni, belədirsə, biz də qeyri-hökumət təşkilatı olaraq əslində qalsa, yəni yönümüz bu yöndə irəliləyirik ki, cəmiyyəti bu stigmadan azad eləyək, yəni bu damğalanmadan azad eləyək. Ən çox da bu xəstəliyə məruz qalmış insanlar, yəni ki, indi hal-hazırda biz vərəmdən bəhs eləyirik, amma bir çox xəstəlikdən əziyyət çəkən insanların hazırki, yəni beləsə sağlamlıq problemlərindən çox sosioloji problemdən əziyyət çəkirlər, yəni bu damğalanmadan əziyyət çəkirlər. Həmin damğalanmanın da aradan yalnız belə desək, bu maarifləndirici dərslərin, maarifləndirici tədbirlərlə aradan götürmək olar. Məktəblərdə də çox olmalıdır, deyilmi Çingiz müəllim? Yəni heç bir uşaq, nəinki uşaq, heç bir böyük, heç kəs, xüsusən də infeksion xəstəlikdən heç kəs sığortalanmayıbdır. Yəni bilmək olmaz, bir ay sonra sağlam adam da misal üçün vərəmə yoluxa bilər. Yəni bir də odur, uşağın durumunu düşün. 9-cu sinif uşağı yeniyetmədir, yeniyetməlik dövrünün özünün bir psixoloji çətinlikləri var. Bir də səni öz sinif yoldaşlarını istəmir. Küçədə uşaqlar ehtiyat edir, hamı çəkinir, heç kəs istəmir övladı səninlə danışsın, bir sinifdə oxusun. Uşağa necə bir travmadır bu? Yəni hər məktəbdə keçilməlidirmi bu? Çünki hər məktəbdə bir məktəbli bu xəstəliyə yoluxa bilər. Bəli, çox düz vurğuladınız. Maarifləndirmə işinin geniş auditoriyaya aparılması çox böyük önəm daşıyır və bu eyni zamanda çox davamlı bir proses olmalıdır. Məntiqi, düşünülmüş, ardıcıl aparılan davamlı bir proses. Bayaq siz dediniz ki, sizə bir xanım müraciət eləmişdi o hadisə ilə bağlı. Bəli, belə hallar çox olur, həddindən artıq çox olur. Bizim özümüzə də müraciət edənlər olur. Biz yerlərdə, məktəblərdə bu tədbirləri aparanda, orada müəllimlər də bax belə sizin dediyiniz kimi bizə deyirlər ki, bax belə hal olmuşdu, faktiki işin içindən danışırlar. Bəli. Yəni bizdə, bəli, bunlar hamısı insanların necə deyim, məlumatsızlığından irəli gəlir. Və ona görə də biz hər bu tədbiri keçirəndən sonra o məktəb direktoru da, rəhbərliyi də, müəllim kollektiv, pedaqoji kollektiv, eyni zamanda valideynlər dəvət olunur. Çünki biz həmişə orada xahiş edirik pedaqoji kollektivə ki, layihə keçirilən günə şagirdlər, pedaqoji kollektiv, müəllim öz yerində, şagirdlərin valideynləri də dəvət olunsun. Çox axınla gəlirlər, otururlar. Çox bizə böyük, məsəl üçün, maraq doğuran bir şey olur ki, valideynlər çox sual-cavabda iştirak edirlər. Doğrudan da baxırıq ki, onların elementar, indi biz elementar sayırıq mütəxəssis kimi, lakin onlar üçün bu böyük bir məlumatdır. Bilmədikləri hallar açıqlanır. Məsəl üçün, necə? Bax, dediyiniz kimi,
öz hüquqlarını bilmədiklərinə görə deyir ki, məsəl üçün uşaq xəstələnmişdi, getdi müalicə olundu, sağaldı, gəldi və o kollektivə buraxılmır, uşaqlar arasında damğalanır, çünki bir növ aralanır, yəni bir növ kənarlaşdırılırlar. Yəni bu uşaq psixologiyasının əsasında və eləcə də valideynlər ya müəllimlər. Ancaq başa düşməlidirlər ki, yəni vərəm çox tez sağalan xəstəlikdir, ancaq bir şərtlə ki, həkimin göstərişlərinə düzgün əməl olunsun, ara verilməsin, davamlı formalar yaranmasın vərəmdə. Ona görə də biz bu araşdırmaları və eləcə də bu tədqiqatları il boyu deməli layihələrimizdən göstəririk və buradan eyni zamanda da mən Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına, Dövlət Dəstəyi Agentliyinə də öz rəhbərliyinə və işçilərinə öz minnətdarımı bildirirəm ki, dövlət tərəfindən maliyyələşdirilir bizim bu layihələr və eyni zamanda valideynlər arasında, məktəblər arasında da bu iş çox gərgin aparılır və hətta bizim fikrimiz var, hər ilbəil bu artıraq. Çünki bir il ərzində, bir neçə ay ərzində cəmi 5-10 məktəbi əhatə eləmək olur. Yəni ona görə biz bunu get-gedə artıq regionlara keçmək istəyirik, region məktəblərinə. Eyni zamanda, çünki nəyə görə deyirik ki, bu maarifləndirmə işinin aktuallığını biz onunla vurğulayırıq ki, bayaq dediyimiz kimi, artıq valideynlər şagirdlərlə bir yerdə bu məsələyə qarşılar. Biz onlara distant təhsil formasını başa saldıq ki, yəni nə mənada başa saldıq? Vərəmin maarifləndirilməsində həmin pasiyentlər nə qədər ki müalicə olunur, onların hüquqları var. Distant təhsil sistemindən istifadə edib dərslərdən geri qalmasınlar. Lakin sağalandan sonra onlar yenə heç bir uşaqdan fərqli olmurlar. Nəinki, ona görə də bizdə bu apardığımız tədqiqatların nəticəsində gördük ki, pasiyentlərin hüquqlarının araşdırılması, onların başa düşdüyü dildə başa salınması çox böyük əhəmiyyət kəsb eləyir. Sağ olsun bizim strateji partnyorlarımızdan biri vərəmin təsirinə məruz qalmış insanların qlobal şəbəkəsi TB People qrupudur. Bütün dünyada 76 ölkəyə qədər bu nümayəndəsi var ki, Azərbaycanda da bizim təşkilat onların nümayəndəsidir və onların köməyi ilə, onların dəstəyi ilə biz artıq ikinci dəfədir ki, Azərbaycanda bu deməli vərəmdən əziyyət çəkmiş insanların hüquqları haqqında bəyannamənin maarifləndirilməsi üzrə iş aparır. Bax, o sizin qaldırdığınız suallar da orada özünü tapır. Yəni, orada təhsil hüququ var, pasiyentin təhsil hüququ, yəni cəmiyyətin bir üzvü olduğu kimi insan olaraq, insan statusunu daşıyaraq fundamental insan hüquqlarından istifadə etdiyi kimi, o da bir pasiyentdir və o da bir insandır və o hüquqlardan istifadə etməlidir. Sadəcə nəyə görə insan hüquqları ayrı baxılır və ya pasiyent bəyannaməsi ayrı qoyulur? Yəni, əslində ayrı baxılmır. Sadəcə pasiyentlər həssas təbəqə götürürlər. Yəni, bütün dünyada bu belə qəbul olmuş bir şeydir. Yəni, həssas təbəqə odur ki, bayaq siz qaldırdığınız sual məsələ kimi bağlı. Yəni, bu nə qədər ki, xəstədir, müalicə olunur, o cəmiyyətdə bir növ istər-istəməz xırda formada olsa diskriminasiyaya uğramağa başlayır. O məndən oturmasın, xəstədir, o məndən uşaqdır da, yəni uşaq psixologiyası. Bilirsiniz, Çingiz müəllim, yəni bu qaçınılmazdır. Məsələn, düşünün bir marketdə misal üçün eyni vaxtda 30 müştəri var. Elan eləsələr ki, 30 nəfərdən birində vərəm var hazırda, hamı çəkinəcəkdir. Yəni, hamı mümkün qədər ondan uzaq durmağa çalışacaq. Bu, bəlkə də bir instinktdir, özünü qoruma instinktidir. Hamı çəkinəcəkdir ondan, hamı özünü mütləq qorumağa çalışacaqdır həmin adamdan. Yəni, belə bir instinkt hamıda var, amma tədricən başa salınsa, izah olunsa, misal üçün xəstədir, tamam, o gedəcək müalicə alacaqdır, müalicə alandan sonra tamam sağalacaqdır. Zamanla insanların münasibəti də dəyişər, insanların rəftarı da dəyişər, onlara da yaşamaq daha asan olar. Çünki biz belə danışırıq, bir də bunu onlar yaşayır. Onlardan biri gəlib burada oturub danışsa ki, həmin vaxt hansı stresi keçirdir, nə qədər psixoloji təzyiqə məruz qalır, necə ona çətindir, insanlara daha aydın olar. Olurmu ki, siz məsələn, belə deyək də, sağlam insanlar üçün təşkil etdiyiniz təlimlərə bir dəfə başından bu xəstəlik keçmiş pasiyentləri də dəvət edəsiniz, bir də öz dillərindən insanlar eşitsinlər ki, onlara əslində necə çətindir bu qədər ayrı seçkiliyə məruz qalmaq, bunu yaşamaq. İnsan bunu yaşamayınca heç vaxt olduğu kimi hiss edə bilməz öz canında ki, o nə yaşayır, nə çəkir. Düşünün, mən oxuyuram, misal üçün, hətta məktəbli deyiləm, tələbəyəm, məsələn, 2-ci kursda oxuyuram, qayıtmaq istəyirəm, mənim öz tələbə yoldaşlarım yenə də məndən görüşməyə çəkinirlər, əl verib görüşmək istəmirlər, mümkün qədər mənim yanımda oturmaq istəmirlər. Yəni, həmin adamın yaşadığı o stresi, o həyəcanı bir də düşünmək lazımdır.
Bəli, düz vurulursunuz. Sadəcə olaraq orada gəlin belə götürək. Bax siz dediyiniz kimi marketdə bir nəfər xəstə olduğunu bilsə, hamı ondan çəkinir. Hər kəs çəkinər. Əslində o düzgün yanaşma deyil. Nəyə görə? Tutaq həmin marketdə olan insanlardan biri də mən. Mən sadəcə bu metodu bildiyimə görə və bunu cəmaata təlqin edib yaydığımıza görə, təlqin deyəndə bu məntiqli təlqindir də. Biz belə yaxınlaşırıq. Yəni bax o siz dediyiniz birbaşa stigma yaradır. Yəni ki, falan kəs xəstədir, bilən kimi hamı çəkilir. Hamı çəkinir. Bəli. Ancaq orada çəkinməli bir şey yoxdur. Gəlin bunu bilək nəyə görə. Yox, mən belə olmalıdır demirəm. Deyirəm, yəni reallıq budur. Amma maarifləndirməklə insanlar yavaş-yavaş, necə deyim, o kəskin münasibətdə yumşala bilər, artıq yanaşma dəyişə bilər. Bir də bu xəstəliyi başından keçmiş insan öz hekayəsini danışarsa, insanların belə deyək də empati qurmaq qabiliyyətləri daha çox formalaşar. Bəli, bizim təşkilatdan demək olar ki, üzvlərimizdən yarısından çoxu keçmişdə vərəm xəstəliyi keçirmiş insanlardır. Və onlar özləri təlimlərə qatılanda biz bunu model kimi istifadə elədik. Çox gözəl bir effekt verdi. Öz hekayələrini danışırlar. Çox gözəl bir effekt verdi. Pasiyent özü təlimçi qismində çıxış eləyir ki, keçmiş pasiyent özü istəyirəm, tam sağalmışdır. Və özünün razılığından, özü təqdimatında öz keçmiş şəkillərini qoyur təqdimata. Yəni kaxetik halda ağrıqlamış, bir dəri bir sümük deyirik də belə. Ağrıqlamış halda, yəni termin izah elədim ona görə. Yəni zəifləmiş halda, gözləri çuxura düşmüş halda ki, buraxılmış vərəm xəstəliyinin halda və o stasionarda necə müalicə olunur, həkimin yanına gəlir. Və indi auditoriyanın qarşısında idmançı, gözəl bədən quruluşlu, eyni zamanda tam sağlam və vərəmə qalib gəlmiş çempion deyirlər onlara, çempionlar kimi. Auditoriyada oturan insanlar ekranda məsəl üçün təqdimatındakı şəkilləri görürlər və onun öz canlısını görürlər. Bu bütün şüardan irəlidir. Hazırda o xəstəlikdən əziyyət çəkən insanlar üçün stimuldur. Bəli, bu birbaşa stimuldur. Bəli. Və bu birbaşa beyinə hücum deyirlər buna da. Yəni psixologiyada belə bir şey var. Artıq sözə ehtiyac qalmır. Hər şey göz qabağında olur və onlarda bir həkimin çıxıb təqdimat eləməyindən o daha çox güclü olur. Yəni hamı daha baxır ki, təsirlidir. hamı baxır ki, həkim çıxır, öz öhdəsinə düşən işi danışır. Bəli. Ancaq pasiyent həyatı siz dediyiniz kimi xəstəliyin içindən çıxdığını və necə gəlib bu hala çatdığını danışır. Hətta orada bizim keçmiş pasiyentdən olan təlimçilər, bu çox böyük mövzudur. Keçmiş pasiyentlərdən olan təlimçilər özləri danışırlar ki, mən xəstəliyi ağırlaşdırdım, özüm günahkar oldum. Çünki bir ara vərəmin müalicəsində belə bir şey var, bunu da deyim. Əgər 7-14 gün dərmanlar mütəmadi içilirsə, bütün simptomlar itir. Yəni bu qəribə bir xüsusiyyəti var bu xəstəliyin. Qızdırmalar gedir. Vərəmin simptomları hansılardır? Tərləmə, döş qəfəsində ağrılar, həddən artıq ağrıqlama, yəni bütün bunlar hamısı yəni göstərir, vərəmin göstəriciləri. Təbii ki, bu əlamətlərin bir-iki neçəsinin olmağı və ya hamısının olmağı o hələ vərəm demək deyil. O gedib yoxlanmalıdır və təsdiq olunmalıdır, bakterial. Yəni ancaq bütün bunların hamısı göstərir və o göstərir ki, bu halların hamısı olanda belə tez qorxub hürküyə düşmək lazım deyil. Qorxma, sadəcə vaxtında gedib müayinə olunmaq lazımdır və eyni zamanda da ictimai qınaq və ya ictimai baskı deyirlər də. Yəni ki, sadəcə onu bayaq axtardım o sözü necə deyim ki, yəni yaxşı çıxsın, yaxşı mənada deyirəm. Yəni onu başa salmaq, görür, öskürür. Yaxşı yaxınlaşıb bir var deyə bilər ki, məsəl üçün, ağzı tutub da verəmsən, belə bir söz var. Və yaxud deyək ki, bəlkə gedib yoxlanasan, deyəsən ciddi öskürür. Yəni bax bunun yanaşma tərzi var. Eyni zamanda bu yaxınlarda Covid dövründən çıxdıq ölkədə. Coviddə maskalanma adi halda deyilsəydi ki, məsəl üçün maska taxmaq bütün dünyada belədir də. Çox adam taxmayacaqdı. Lakin bu qanunlaşdırıldı, bu tələb olundu, cərimə tətbiq olundu və mən bunu düzgün sayıram. Nəyə görə? Çünki qlobal infeksiyaların qarşısını ancaq bu cür almaq olar. Vərəmdən aktiv immunitet, dayanıqlı immunitet yaranmır. Əgər o bugün sağaldısa, tam sağlamdırsa, heç kəs ona zəmanət vermir ki, 10 gündən sonra, bir aydan sonra o hansısa bir avtobusda, ictimai nəqliyyatda ya bir kinoteatrda və marketdə, ya da küçədə ki, kimdənsə xəstələnməyəcək. Və buna görə də hamı bilməlidir. Bu maarifləndirmə çox güclü bir silahdır və bu güclü silah lazım olan mütəxəssisin əlində olanda bu irəli aparır. Lazım olmayan, yəni ki, nə mənada lazım, hazır olmayan daha doğrusu, yəni maarifləndirmənin detallarını düzgün bilməyən insanlarda bu da nabarat onlar stigma yaradırlar. Yəni onlardan uzaq olun, onlar cəmiyyətin təcrid olunmuş təbəqəsi kimi baxırlar pasiyentlərə və yaxud da ki, onlardan bir rəfəri kənara qaçmaq lazım. Bu artıq bu xəstəliyin daha da genişlənməsinə səbəb yaradır. Və ona görə də o pasiyent də görəndə ki, ona qarşı, özünə qarşı belə münasibət, o gizlədir.
Hansı ki gizlətdisə, davamlı formalar yaranır. Davamlı forma dərmana davamlı formalardır. Deməli, əgər görün necə dəhşətli bir halda yayılır bu vərəm xəstəliyi ki, əgər mən adi 6 aya müalicə olunan adi vərəm xəstəliyinə xəstələnmişəmsə, mənim yoluxdurduğum da həmin ştamlarla xəstələnəcək. Yəni 7-8 dərmanla tam sağalacaq. Yox, əgər mən davamlı forma ilə birbaşa yoluxmuşamsa, yəni ki, ola bilər ki, 4 dərmana davamlıdır, 6 dərmana davamlıdır, deməli, onlar daha ona təsir eləmir. Ondan güclü dərmanlara seçilməlidir. Və onda mənim yoluxdurduğum insanlar da mənim kimi olacaqlar. Yəni, həmin vərəmlə daha həssas yox, onlar il yarıma qədər müalicə olunmalıdır, hansı ki, o bir 6 ay müalicə olunacaq. Yəni, bunların hamısını bilmək lazımdır. Eyni zamanda nəzərdə saxlamaq lazımdır ki, yəni, yoluxma vərəmə, eləcə infeksiyalara, yoluxma bu hələ xəstələnmə deyil. Yoluxmanın xəstələnmə fazasını keçmək üçün insanın immun sistemi zəif olmalıdır. Daşıyıcı kim ola bilər? Bəli, immun sistemi güclü olmaq üçün sağlam həyat tərzi lazımdır. Bu ən çox məktəblərə və gənclərə biz bunu deyirik. Təbii ki, hamıya aiddir. Ən çox yəni qurulan orqanizmdir də 9, 10, 11-ci sinif uşaqları və institut tələbələri gənclik perioduna düşür. Yəni biz bunlara başa salırıq. Yəni ki, zərərli vərdişlərdən kənar olmaq lazımdır. Tütün çəkmədir, alkoqol içkilərdir. Yəni bunlardan uzaq olmaq lazımdır. Eyni zamanda, yəni bunlar immunitetə təsir göstərən hallardır. Və eyni zamanda immun sistemi qorumaq üçün normal qidalanmaq, keyfiyyətli qidalanmaq, vaxtında günəş altında lazım olan qədər olmaq. Hamı qaçır dərmanlardan D vitamini alıb içirlər. Yəni bu günəşin altında olmayan gözəl D vitaminidir. Yəni ki, sağlam halda da, yəni ki, müəyyən saatlarda, müəyyən vaxtlarda, daha gecə-gündüz yox. Yəni ona görə bunlar hamısı vacib aspektlərdir. Bunlara fikir vermək lazımdır. Eyni zamanda biz dönə-dönə, bir də bunu da vacib deməliyəm ki, dönə-dönə biz bunu hər dəfə təlimlərimizdə qeyd edirik ki, öz başına müalicənin fəsadları böyük olur. Yəni vərəmi ixtisaslaşdırılmış vərəm həkimi, ftiziatrlar, ixtisaslı həkimlər, başqa həkimlərə də icazə verilmir. Ancaq ftiziatr, yəni vərəmi sağaldan həkimlər müraciət edirlər. Öz başına dərman içmək olmaz. Eramız kompüter əsridir, informasiya əsridir. Belə bir hallar var ki, pasiyentlər internetdən yol öyrənirlər, hansı dərmanlar var, süni intellektlər vasitəsilə, chatbotlar vasitəsilə öyrənirlər və o cür gedib apteklərdən dərman almaq istəyirlər ki, belə sağalsınlar. Buna görə də vərəm dövlət proqramındadır, çox ciddi nəzarətdədir, tam pulsuz ödənişsizdir bütün müayinələr və müalicələr və ona görə apteklərdən vərəm dərmanları birmənalı yığışdırılıbdır. Dərmanlar ancaq həkimlər tərəfindən verilə bilir, pulsuz formada. Satışda yoxdur bu dərmanlar. Və eyni zamanda da, əgər pasiyent müayinəyə gedirsə, tam ödənişsiz yoxlanılır və eyni zamanda da ödənişsiz müalicəyə qoşulur. Bu real işləyir, bu həqiqətən belədir. Və bunun üstündə həkimlərimiz üzərinə çox böyük yük düşür. Onlar hər öskürən pasiyentə biz, necə deyim, konkret vərəm deməyək, ancaq vərəmə şübhəli kimi baxılmalıdır və o gedib müayinə olunmalıdır. Əgər orada o öskürək adi bronxitdirsə və adi formalarsa, onun da öz müalicəsi var. Lakin vərəm olsa, o seçilir və müayinəyə götürülür, müalicəyə götürülür. Yusif müəllim, bəs öz təcrübənizə görə necə deyə bilərsiniz? Ən çox bu xəstələr hansı hüquqlarını bilmirlər? Daha çox bayaq da qeyd elədiyimiz kimi bu stigmanın əsasında olan problemlərdir. Daha çox belə desək, bu xəstəlikdən əziyyət çəkən insanlar cəmiyyətdə bir yerdə ola bilmələri hüquqlarını bilmirlər. Məsəl üçün bayaq da qeyd elədiyimiz kimi təhsil hüquqlarıdır, əmək hüquqlarıdır, sosial təminat hüquqlarıdır. Yəni belə desək, bu xəstəliyə məruz qalmış insanların, yəni xüsusi təbəqə, həssas təbəqə dediyimiz kimi, bunlar bir yerdə toplaşma və yaxud da yəni sağlam insanlarda da olduğu kimi bir yerdə toplaşma, bəlli bir yerlərdə işləmə haqqı, təhsil hüququ və yaxud da dediyimiz kimi distant təhsil hüququna malikdirlər. Yəni bunların bu belə desək məlumatsızlığı daha çox bu yönlərdə özünü göstərir və mən belə deyərdim ki, bugünkü günlərdə, yəni ümumiyyətlə qeyri-hökumət təşkilatların, yəni əsas belə desək, əsas yollarından biri maarifləndirmədir. Və bugünkü günlərdə biz də öz üzərimizə düşən belə desək, maarifləndirmə yönündə hərəkət edirik və bu insanların cəmiyyətdən təcrid olunmamaları və sağlam cəmiyyətdə də olduğu kimi öz yerlərini bilməli olduqlarını belə desək daha çox izah edirik bunlara.
Məsələn, vərəmdən sağalmış heç bir şagirdə sinif rəhbəri dərsə gəlmə, bu sinifdə sən istəmirlər deyə bilməz. Bəli, Deyilmi? deyə bilməz. Yaxud misal üçün deyirəm, yəni demirəm belədir. Sadəcə misal üçün bir örnək olaraq deyirəm. Yaxud misal üçün uzaqlaşdıra bilməzlər. Heç cür qarşısı alına bilməz, deyilmi Çingiz müəllim? O uşağın yenidən məktəbdə, həmin sinifdə təhsilə davam etməsi bu universitet həyatına da aid ola bilər. Yəni kimsə onun qarşısını ala bilməz. Xeyr, bu yol verilməzdir. Nəyə görə yol verilməzdir? Əgər uşaqda vərəm xəstəliyi və yaxud da vərəm xəstəliklərindən hansısa biri aşkar olunursa, təcili surətdə sanepidem nəzarətə götürülür və bu barədə müalicəyə yönləndirilir və o ətraflı müayinə olunur. Ola bilər ki, həmin simptomlar vərəmə aid deyil. Onda o yenə də təhsilinə qayıdır. Yox, həmin simptomlar vərəmə aid isə o müalicə olunur, evdə qapalı şəraitdə və ya stasionarda, indi baxır onun vəziyyətinə. Stasionar müalicə, yenə də deyirəm, Ümumdünya Səhiyyə Təşkilatının normativlərinə görə çox azdır. Əvvəllər hamısı stasionarda müalicə, indi yox. İndi işindən və təhsilindən ayrılmadan DOT strategiyası var. Yəni, birbaşa həkimin nəzarəti altında qısa müddətli kimyəvi terapiya belə götürülür. O nə deməkdir? Yəni, əvvəl 7-14 gün mütəmadi evdə qapanır, müalicə olunur. Bu aiddir biz hansı xəstələrə ki, pasientlərə, yəni ki, aktiv vərəm çöpləri ifraz edirlər, basillar formada edirlər. Onlar həmin o periodu keçəndən sonra ki, o basillər abasilləşir, yəni ki, daha ətraf üçün təhlükəli olmur, lakin xəstədir və ondan sonra o mütəmadi olaraq hər gün dərmanlarını içməklə təhsilini və işini davam elətdirirlər və ya universitetdə, ya məktəbdə dəxli yoxdur. Və ona görə də müəllimlərin bu cür yanaşma tərzi, yəni bu düzgün deyil ki, valideynə desin ki, uşağı hələ məktəbə qoymayın olsa. Yəni çünki uşaq arayış alır ki, kütləyə qarışa bilər həkimlər. Bir arayış gətirir onsuz da məktəbə. Tam arayış alınır, arayış yoxlanılır, müayinə olunur. Çünki məsuliyyətlidir o arayışı vermək və ondan sonra uşaq kollektivə buraxılır. Və ondan sonra da ancaq o yenə də kollektivdə ola-ola o müalicəsini davam elətdirir. Burada da qəbahət heç bir şey yoxdur. Əksinə bu tərifləməli bir haldır. Çünki ictimai nəzarət, ictimai qınaq, bunlar hamısı vacib bir amillərdir. İndi ictimai nəzarətdən də danışmaq, ölkə başçısında çox gözəl strategiyası var. Həqiqətən ictimai qına, ictimai nəzarət qeyri-hökumət təşkilatlarına həvalə olunmuşdur və bizim QHT-lər, məsələn, biz səhiyyə yönümlü qeyri-hökumət təşkilatları sırasındayıq bizim təşkilatda və çoxdur ölkədə belə təşkilatlar və səhiyyə yönümlü qeyri-hökumət təşkilatları məhz pasientlər, onların hüquqları, tibb müalicə məsələlərində müalicənin düzgün təşkili, müayinənin aparılması, pasientlərin sonrakı həyatı, reabilitasiya dövrü, bunlar hamısı izlənilir və onlar hamısı, yenə də deyəm ki, dövlətlə qeyri-dövlət bir yerdə işləyir və bu çox gözəl bir effekt verir. Model çox gözəl modeldir. Hətta biz xarici ölkələrdə təcrübə mübadilələrində olanda biz öz ölkəmizdə tətbiq olunan məqamları danışırıq və danışdıqlarım formada. Və təbii ki, onlarda da çox belə şeylər var. Biz onlardan öyrənirik, onlar bizdən götürür və eyni zamanda çox maraqla yaxınlaşırlar ki, sizin təşkilatlar, məsələn, biz vərəmdən danışırıq da, sizin təşkilat pasiyent müalicə olunanla onun sosial problemləri üzə çıxda onu necə qarşılayır? Çox sadə. Məsəl üçün, cəza çəkmə müəssisələrindən azad olunmuş, keçmiş vərəmli pasiyentlər, orada da var, vərəm müalicəsi gedir daxildə. Və onlar ola bilir ki, müalicəsi yarımçıq qalır, lakin onlar cəza müddəti sona çatır. O azad olunmalıdır. Azad olunanda deməli həmin pasiyentlər, keçmiş məhkum pasiyentlər keçirirlər mülki sektora. Mülki sektorda QHT-lər onların müalicəsini izləyir. Düzdür, bu bizim fəaliyyət deyil. Bu bizim həmkar təşkilat Sağlamlıq Xidmət İctimai Birliyinin fəaliyyətidir. Lakin onlar böyük bir layihəni icra edirlər. Sadəcə yəni deməkdə məqsədim o ki, Azərbaycanda bu model var və bütün dünya tərəfindən bu çox gözəl qarşılanır. İlk dəfə Azərbaycanda tətbiq olunub və çox gözəl effekt verib. Və ona görə də bu həmin pasiyentlər də geridə qalmırlar. O demək deyil ki, məsəl üçün o cəza çəkmə müəssisəsindən çıxıbsa bu tamamilə başqa bir dünyanın adamıdır. Yox, onun düşüncələrdə belə fikir var. Lakin insan kimi aramızdadır. Çünki o da müalicə olunmalıdır, potensial yoluxdurucu olmasın deyə. Və bu ona görə də konkret olaraq əsas nəzarətdə saxlanmalı bir haldır. Bəs müalicə olunmazsa nə baş verə bilər? Müalicə olunmazsa, bax, bütün problem bu sualın üstündədir. Əgər pasiyent desə ki, mənim insan hüquqlarım var, yəni mən azadam və mən müalicə olunmaq istəmirəm. İmtina edirəm müalicədən məsələn. Bəli. Desə ki, imtina edirəm müalicədən. Bəli, imtina edirəm. Vərəm haqqında qanuna görə, bizim Azərbaycanın vərəm haqqında qanunu var, 2000-ci ildən işləyir və həmin qanuna görə onlar, həmin insanlar əvvəl dəvət olunurlar müalicəyə. Əgər o imtina edirsə, o yerli sanepidemstansiya nəzarəti haqqında qaydalara görə həkim onları polis orqanına tapşırır və polis konvoyla gətirməlidir onu müalicəyə.
stasionarsa stasionarda Məcburidir. Məcburidir. Qanuna görə məcburidir. Və eyni zamanda da əgər pasiyent, yəni belə bir halı da biz deyirik, hüquqlar haqqında danışırıqsa, bəzən biz belə rastlaşmışıq. Pasiyent deyir, mən insanam, mən öz hüququmdan istifadə edirəm, sən məni məcbur edə bilməzsən. Məsələn belə. Bir yana baxanda qanunların savaşı yaranır. Yəni nədir? Düz deyir, onun insan hüquqları var, heç kim heç nəyə məcbur edə bilməz. Lakin o həssas dövrdə, yəni xəstə olduğu dövrdə, infeksiya olduğu dövrdə biz onu əvvəla başa salırıq ki, bəli, sənin bu hüquqların var. Heç kəs sənin diskriminasiya formasında bu hüquqları əlindən almır. Ancaq digər şəxslərin də sağlam qalıb xəstə eləməmə hüququ var. O da var. Yəni o da deyir, mən sağlam olmaq istəyirəm. Əgər sən xəstəsənsə, mən xəstələnəcəm. Və ona görə bəzi hallarda bu işləyir və pasiyentdə dönüş yaranır. O doğrudan da, çünki birinci növbədə o öz ailə ətrafı, yaxın ailə üzvləri üçün potensial təhlükədir. Eyni zamanda bir iş yoldaşlarından həmin mühitdə, eyni zamanda da tədrisdədirsə, oxuyursa, universitetdə, məktəbdə ətrafı ilə və get-gedə bu hal böyüyür. Və ən adicə fikirləşək ki, məsəl üçün, biz bu кейslərdən tez istifadə edirik. Tutaq ki, pasiyent aktiv vərəm xəstəsidir və bu basillaları yayır və bilir, müalicə olmaq istəmir. Onun 15-cə dəqiqə ictimai nəqliyyatda minib avtobusdan bir dayanacaqdan digərinə getməyə kifayət edir ki, bütün avtobusdakılar 15 dəqiqənin içində xəstələnsinlər. Niyə? Avtobus qapalı mühitdir. Ona görə. Ancaq açıq havada bir qədər uzun olur bu proses. Yəni, orada da nəzər almaq lazımdır ki, Asqıranda, Öskəndə vərəm ancaq hava damcı yoluna gedir. O zaman Çingiz müəllim, nəzarətsiz qalarsa nə qədər cəmiyyət risk olar? Yəni nə qədər təhlükəli olar? Yəni hər kəs imtina etsə, heç kəs müalicə almaq istəməsə, bəlkə də bir neçə ayın içərisində ölkədə sağlam adam qalması, yəni. Bu çox katastrofik bir vəziyyət yarada bilər. Ona görə də, bəs mən ona görə verilişimizin əvvəlindən bunu vurğuluyuruq, siz də, biz də vurğuluyuruq ki, maarifləndirmə birinci növbədə getməlidir. Çox adam maarifləndirməyə adi bir hal kimi baxır ki, bu qədər vaxt nəyə sərf olunur? Ancaq inanın ki, bu qədər danışıqlar, bu qədər vaxt effektini göstərir. Az gedir, ancaq effekti gedir, göstərir və get-gedə vüsət alır. Çünki siz dediyiniz kimi, əgər bu olmasa, həmin insanlar başlasalar ki, mən müalicə olunmuram, mən özüm çox xəstəyim, heç kimə mənim şey... Ancaq o başa düşmür ki, adi xəstəliklərdə bəli, bu gedir. Lakin infeksion xəstəliklərdə, yoluxucu xəstəliklərdə bu getmir. Yəni nəyə görə? Sən özün üçün xəstə ola bilərsən. Lakin sən mənim üçün də xəstəsən. Mən istəmirəm, mən sağalım, evimə bu xəstəliyə aparım. Övladım, ailə üzvüm bu xəstəlikdən xəstələnsin. Yəni bu hal var. Bu hüquqi hal yaradır. Ona görə də bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da məcburi olmalıdır, əlbəttə. Məcburi olmalı, bəli. Bəs Yusif müəllim, belə deyək də xəstələr üçün, sırf xəstələr üçün təşkil etdiyiniz tədbirlərə psixoloqlara yaxud psixiatrları da dəvət edirsinizmi? Ehtiyac olurmu onların da iştirakına? Əslində qalsa, belə desək, əgərləri bizdə bu son tədbir hüquq yönümlü oldu. Yəni, bu xəstəliklə əziyyət çəkən insanların hüquqları haqqında bəhs elədik. Yəni, bayaq da toxunduğumuz mövzular, belə desək, əgərləri lazım olarsa, lazım olduğu halda, bəli, həmin tədbirlərə psixoloq və psixiatrları dəvət olunması öz yerini tapar. Sadəcə belə desək, bu daha çox cəmiyyət sosioloji problem olduğuna görə, yəni pasiyentlərin daha çox bayaq da qeyd elədiyim kimi, pasiyentlərin daha çox öz hüquqlarını və öz cəmiyyətdəki yerlərini bilmək yönümündə getdiyinə görə bəzi hallarda yəni çağırmaya bilərik. Sadəcə əgərləri, məsəl üçün, pasiyentin vəziyyətindən asılı olaraq, bayaq da dediyimiz hallarda əgərləri psixoloji, belə desək, təzyiqə məruz qalıbsa, biz bir qeyri-hökumət təşkilatı olaraq əlbəttə ki, bunun da köməyini öz yönümdə təşkil edə bilərik. Belə əməkdaşlıqlarınızı cəlb etdiyiniz olurmu Çingiz müəllim psixoloqları? Bəli, olur. Əvvəla mən bir dənə həmkarımın dediklərini əlavə edeyim. Düz deyir, bütün hallarda, məsələn, əgər psixoloji baskı varsa, biz ora dəvət eləyirik psixoloqları. Öncədən bunu bilməliyik. Lakin elə hallar olur ki, məsəl üçün, orta məktəb şagirdləri arasında onlar həddi büluğa çatmadığına görə, yəni ölkə qanunvericiliyinə görə onlar ya müəllimlərinin, ya psixoloqların iştirakı ilə təlimlərdə iştirak etməlidir. Yəni mütləq formada orada olmalıdır. Bu ən çox məktəb psixoloqları da iştirak edir. Bəli, məktəb psixoloqları, məktəbin tibb bacısı və ya məktəbin həkimi, təhkim olunmuş həkimlər var. Onlar birinci növbədə təqdim olunur. Ön cərgələrdə otururlar onların arasında.
Yəni psixoloji yardım, psixoloqun orada olmağı qanunidir. Hətta məsəl üçün qanuna görə biz fərdi söhbət də aparsaq həmin şagirdlə, mütləq onun yanında ya valideyni, ya müəllimi, ya psixoloqu mütləq oturmalı onun yanında. Yəni tet-a-tet söhbət şagirdlə olmaz aparmaq. Çünki orada qanun qayda bunu tələb edir və bu düşünülmüşdür bir şey. Çünki ola bilər şagird təlimçinin sözünü ya onunla danışanın sözünü tamam başqa bir interpretasiya eləsin, lakin psixoloq onun yanında düzəliş verir. Ya bizə düzəliş verir, ya ona düzəliş verir ki, bu formanı biraz yüngül deyin. Bu qaydalar var belə. Bunlar vacib olan şərtlərdir. Son salda hər ikinizə ünvanlayıram və ondan da söhbətimizi yekunlaşdırmaq istəyirəm. Təşkilat olaraq növbəti hədəfiniz nədir? Daha nələri planlayırsınız? Biz təşkilat olaraq strateji hədəflərimizi çox geniş seçirik. Yəni biz bayaq qeyd elədiyim kimi öz təhsil dairəmizdə məktəbliləri, gəncləri, ailə qadın mərkəzlərinin əməkdaşlarını və yeni ailələri, gənc ailələri görürük və biz bunu birinci anda istəyirik ki, bir qədər də genişlənək və bu layihələri daha, çünki bayaq söhbətimin əvvəlində qeyd etdiyim kimi 3 ay, 4 ay çəkən layihələrin içində bütün ölkəni əhatə eləmək olmur. Ona görə biz region, şəhər biz bunu eləyirik ki, yəni daha doğrusu qarşımıza məqsəd qoymuşuq ki, dəstək alaq dövlətdən və biz bu işi daha da genişləndirək. Eyni zamanda biz çox istəyərdik ki, Qida Təhlükəsizliyi Agentliyi ilə bir yerdə işləyək. Nəyə görə? Çünki vərəmdən sağalmış pasiyentlər vərəm müalicəsi başa çatandan sonra belə Nazirlər Kabinetinin müvafiq əmrinə görə tam remisiya dövrü, yəni sağalma dövrü başlayana qədər bəzi işlərdən onlar işə buraxılmırlar. Bunlar hansı işlərdir? Orta məktəblərdə, bağçalarda, qida blokunda işləyənlər və yaxud da ki, iaşə obyektlərində, məsəl üçün restorandakı ofisantlar, yəni bunlar hamısı məcburi tibbi müayinələrdən keçməlidir. Bu sahə üzrə biz Qida Təhlükəsizliyi Agentliyindən planımız var, onlarla işləmək, bu sahədə təlimlər aparmaq. Eyni zamanda gənclər mərkəzlərində və məktəblərdə regionlarda gedib çıxış eləmək. Çünki regionlarda da çox belə hallar var. Və çox istəyərdik ki, biraz utopiya kimi görünməsə də razılıq olandan sonra Müdafiə Nazirliyinin hərbi hissələrində əsgərlərlə biz gedib bu aparmaq. Düzdür, onların özünün sistemi var, ancaq nə qədər olmasa yenə qeyri-hökumət təşkilatı kimi. Və cəzaçəkmə məsələlərinə daxil olub ki, cəzaçəkmə məsələlərindəki keçmiş pasiyentlərlə, ya hal-hazırki məhkumlarla olan. Çünki cəzaçəkmə məsələsinin özü də adından göründüyü kimi, hal-hazırda yeni interpretasiyada biz artıq onu məhdudlaşdırılmış resurslar şəraiti kimi götürürük. Yəni cəza çəkmə adı penologiyada da artıq yığışdırılır və məhdud resurslar şəraiti götürülür. Bu nədir? Yəni ki, azadlıq əlindən alınmır. İnsanın heç bir formada azadlıq əlindən alına bilməz, lakin azadlıq məhdudlaşdırılır. Nəyə görə? Günün rejim qaydalarına əsasən saatlarla olur hər şey. Bu cəzanın bir növü sayılır, yəni intellektual formada deyirik də, yoxsa cəza deyəndə tamam başqa şey başa düşülür. Yəni vaxtından tez yatmaq olmaz, vaxtından tez çarpayıda oturmaq olmaz və yəni bunlar hamısı günün rejim qaydalarına əsasən sosial obyektlərdən müəssisə daxili. Onlardan istifadə eləməyin vaxtları var. Camaşırxana xidmətidir, tibb xidmətidir. Yəni bunların hamısı məhdud vaxtlarla götürülür. Və o artıq göstərir ki, onun həyatı azadlıqda olduğu, yəni məhkumun həyatı azadlıqda olduğu o azad istədiyi seçim orada artıq məhduddur. Yəni konkret bu cəza növü sayılır. Və bütün dediyimiz kimi biz bütün bu obyektlərdə istəyirdik olmaq və istəyirik və gələcəkdə də nəzərdə tutmuşuq ki, bu sahələrdə maarifləndirmə işimizi davam edək. Eyni zamanda da ən böyük problemlərdən biri bu olur ki, cəzaçəkmə müəssisəsindən azad olmuş keçmiş məhkumların bir çoxları bu və digər müəyyən səbəblərə görə evləri olmur, ailələri olmur. Bu çox yaşlılarda, yəni ki, dəfələrlə cəza çəkmiş insanlar olur. Bunlar yaşama yeri olmayan insanlar kimi qalırlar. Ya gedir müalicə olunur, uzun müddət sağlanan sonra klinikalarda yatırlar, yoxdur da yeri getməyə. Və yaxud belə halda bizə müraciət edirlər. İndi mən buradan da özümü tuturam auditoriyaya. Belə hallar olanda bizə müraciət eləyin. Bunlar sosial məsələlərə keçirilməsini biz təmin edirik həmin insanların. Yəni burada da nə tələb olunur? Birinci növbədə ölkənin vətəndaşı olduğunu sübut edən sənədi, şəxsiyyət vəsiqəsi və eyni zamanda ikinci sənəd, vacib sənəd müayinə olunur ki, infeksion xəstəliyi yoxdur. Bu hallarda biz onları keçirdirik sosial məsələlərə. Daha doğrusu dövlət keçirir, biz yardım edirik. Həmin aşkarlanır, sənədlər yığılır, toplanır, təqdim olunur və biz bu dövlətə bu cür yardım edirik və bu çox gözəl bir effekt verir. Olub bizim praktikada belə hallar. Çox gözəl nəticə verir. Sizin son sözünüzü eşidək.
Yusif müəllim. Mən də Çingiz müəllim dediklərinə əlavə olaraq, yəni ümumi bir təsvir yaratmaq istərdim. Yəni təşkilat olaraq öz belə desək radiusumuzu böyütmək və bu maarifləndirilmə işlərinin aparılmasını davam etdirməkdir əsas məqsədlərdən biri. Və eləcə də bayaqlarda dediyimiz kimi cəmiyyətdə olan psixoloji təsirlərin, psixoloji baskıların aradan qaldırılmasıdır. Yəni bütün qeyri-hökumət təşkilatları kimi bizim də əsas məqsədlərimizdən də biri budur. Yəni cəmiyyətə xeyirli davam eləmək. Daha faydalı olmaq. Daha faydalı olmaq. Gəldiyinizə görə təşəkkür edirəm. Çox sağ olun. Əziz tamaşaçılar, bununla da artıq verilişimiz sona çatır. Yenidən görüşünüzə gəlmək ümidi ilə sağ olun, sağlıqla qalın.